Salam, hər vaxtınız xeyirli olsun YouTube, TikTok, Instagram izləyicilərimiz. Hər birinizə xoş gördük. Biz sizə bu günlər divan stol haqqında məlumatlar verəcəyik. İlk öncə ünvanımızı xatırladım. Ünvanımız yerləşir Sədrəy Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra 14, mağaza 38 və 40-da. Kanalımıza abunə olmağı, videomuzu bəyənməyi, komment yazmağı da unutmayın ki, hər kəsin qarşısına bizim videomuz çıxsın və biz də sizə bütün endirimli məhsullardan göstərək. Mağazamızda bu gördüyünüz kətan materiallı, qobli material divan stolumuz mağazamızda mövcuddur. 3 parça olan məhsullarımızda 2 kreslor, bir divanlarımız. Gördüyünüz kimi məhsulumuzun böyük hissəsi 72-80-ə ölçü ilə sürüşmə bir məhsuldur bunlar. Alt hissəsi yüksək keyfiyyətli, maqnitli, sadə istəyənlər üçün sadə bir modellərimiz bunlar. Həmçində kreslor üstləri 70-in 180-ə ölçü iləndir. İstəsəniz məhsullarımızı mağazamızda tək-təkdə ünvanımızdan əldə edə bilərsiniz. İstəsəniz də divan kreslor kimi, uqlavoy kimi. Məhsulumuzun baxın belə bir sel rəngi mağazamızda mövcuddur. Gördüyünüz kimi eyni bir məhsullardır. Və gəldik mağazamızda belə mərmər tekstural məhsullarımıza. Bunlar da üstü belə mərmər tekstural işləməli bir məhsullardır. Alt hissəsi yüksək keyfiyyətli, maqnitli, 70-in 180-ə ölçüsü, 70-in 160-a ölçüsü və 70-in 280-ə ölçüsü məhsulun mağazamızdan əldə edə bilərsiniz. Bütün rənglərdən maşallah mağazamızda var. Serisi, karışımsı, qızlısı, açıq serisi, istədiyiniz rənglər, modellər, bütün məhsullar mağazamızda mövcuddur. Gördüyünüz məhsulların belə bir modeli də mağazamızda var. Tunç seri rəngi, belə bir açıq seri rəngi də mağazamızda var. Və gəldik mağazamızda ideal olan bir məhsullarımıza. Xalis kətan bir məhsullardır bunlar. En hissəsi belə 90 santimdir. Boyu 280 və boyu 180 olan bir məhsullardır. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi alt hissəsi belə versace kantlı işləməli, üstü təmiz sadə kətan materiallı, 600% belə maqnitli, yəni sürüşmə ehtimalı ola bilməyən məhsullardır. Bir ölçüsü 70-in 280-ə ölçüsü, 90-280-ə ölçüsü iləndir. İki ölçüsü isə 70-in 180-ə ölçü ilə. Məhsulumuzun seri rəngi mağazamızda mövcuddur. Baxın, belə bir kırıq bəyaz rəngi mağazamızda mövcuddur. Yəni bütün boylara, evlərə, pərdələrə, divanlara uyğun rənglər hamısı bizim ünvanımızda. Ünvanımızı sizə bir daha xatırladım. Ünvanımız yerləşir Sədrəy Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra 14, mağaza 38 və 40-da. Gəldik mağazamızda belə bir işləməli məhsullarımıza. Bunların da material çox ideal, çox keyfiyyətli, qalın bir materiallardır. Təmiz sadə bir məhsullar, 6 belə lifqalı, kantlı işləməli, ölçüsü 280 ölçü iləndir. Hətta bunlar 3 metrə ölçüsü mağazamızda mövcuddur. Alt hissəsi yüksək keyfiyyətli, maqnitli, eni 90 santim olan bir məhsullardır. Əsl cehizlik, əsl evləriniz üçün keyfiyyətli mallar desəz, yaxınlaşın mağazamıza. Bu məhsulun da belə 2 parçası da mağazamızda mövcuddur. 180 ölçüsü, 280 ölçüsü, bütün ölçüləri, bütün rəngləri mağazamızda var. Məhsulumuzun kapsülyon rəngi, baxın belə bir sel rəngi mağazamızda mövcuddur. Açıq sel rəngi, belə bir kırıq beyaz rəngi mağazamızda mövcuddur. Və gəldik mağazamızda xalis kətanın belə bir incə modelinə. Bunlar da incə bir modellərdir. Məhsullarımız 2 rəngdən ibarətdir. Bunlar təmiz, sadədir. Sadə istəyənlər üçün gətirmişik bu məhsullarımızı. Alt hissəsi kapsülyon rəngində lifqa kantlı, belə kırıq beyaz rəngdə olan bir məhsullardır. Ölçüsü maşallah böyükdür. Həm uqlavoy üçün, həm divan kreslolar üçün bu məhsullarımızı ala bilərsiniz. 6 yüksək keyfiyyətli maqnitli bir məhsullardır. Bunların sürüşmə ehtimalı ola bilməz. Və bu məhsulun mağazamızda belə bir sel rəngi də var. Bunlar yalnız oturacaq yerinə olan bir məhsullardır. Amma istəsəz ki, atmaq olsun, atma divan üstlərimiz də mağazamızda mövcuddur. Həm 2 kreslor bir divanlara, həm uqlavoylara bütün ölçülər, bütün modellər yalnız bizim ünvanımızda. Bir daha ünvan yerləşir Sədrəy Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra 14, mağaza 38 və 40-da. Kanalımıza abunə olmağı, komment yazmağı və bəyənməyi də unutmayın. Siz bəyənin, paylaşın ki, biz də sizə hər gün yeni məhsullar haqqında məlumatlar verək. Təşəkkürlər.